Bu gecənin ən üstün ibadətlərindən biri Quran oxumaqdır. Ki bu gecə Quran-ı-Kərimin müqəddəs kitabımızın nazil olduğu gecədir. Ən üstün ibadətlərdən biri insanın özünü Qurana ayırmağıdır. Ərəbcə bilən ərəbcə, ərəbcə bilməyənlər tərcüməsini ən azından oxusun ki, görüm Allah bu ayda nazil etdiyi kitabda mənə nə xitab eləyir, məndən nə istəyir, nə danışır. Ən üstün ibadətlərdən biri bu gecə Quran-ı Kərimə diqqət ayırmaqdır. Quran insanın ömrünün hər anında ona diqqət ayırması gərəkli olan şeydir. Amma bu gecə xüsusən Quran-ı Kərimin nazil olduğu gecə ona diqqət ayırmaq, müəyyən surələrini oxumaq, ərəbcə bilməyən, başa düşməyən də ən azından tərcüməsinə müraciət eləmək bu Allah dərgahında ən üstün əməllərdən hesab olunur ki, bu gecənin müstəhəb əməllərindən biri də Quran-ı Kərimi başa qoyub dua eləməkdir. İnşallah cəm şəkildə yerinə yetirəcəyik. Eyni zamanda 2 rükət namaz qılmaq ki, Fatihə surəsindən sonra hər rəkətdə 7 dəfə İxlas surəsi, Qul Huvallahu Əhəd, həmin o surəni 7 dəfə oxuyub, namazı da bitirdikdən sonra 70 dəfə Əstəğfirullahə və ətubu ileyh və yaxud Əstəğfirullahə Rabbi və ətubu ileyh. İkisini də demək olar. 70 dəfə namazı bitirdikdən sonra bu zikri demək, bu namazı qılmaq bu gecənin ən üstün əməllərindəndir. Eyni zamanda 100 rəkətli namaz, 2 rəkətli sübh namazı şəklində qılınan 100 rəkətli namaz, Quran-ı Kərimin müəyyən surələrini oxumaq, Əmir əl-Muminin əleyhissalamın düşmənlərinə lənət oxumaq və İmam Hüseyin əleyhissalamı ziyarət eləmək və müəyyən dualar var ki, inşallah cəm şəkildə onları yerinə yetirəcəyik. Yerdə də qalan boş vaxtı hər kim nə bacarsa, namaz qıla bilən namazını qılsın. Günahlarının bağışlanmağını Allahdan diləsin, tövbə eləsin ki, bu gecə Allahla ünsiyyət baxımından ən üstün gecələrdəndir. Quran-ı Kərimdə xütbənin əvvəlində oxuduğumuz ayədə, Bəqərə surəsinin ayəsində Allah-u Teala buyurur ki, Peyğəmbər, bəndələrim səndən mənim barəmdə soruşduqda onlara de ki, mən yaxınam. Məni çağıranın çağırışına, dəvətinə cavab verirəm. Allah bizim hər halımızdan onsuz da xəbərdardır. Etdiyimiz xətalardan da, günahlardan da, qəbahətlərdən də, qəlbimizin dərinliklərində gizlətdiyimizdən də, aşkara çıxardığımızdan da, hər bir halımızdan xəbərdardır. Amma Quran-ı Kərimdə buyurur ki, Ucibu da'vətəd-da'i izə da'ani. Məni çağıran, dua eləyən, dua eləsə, onun duasına cavab verirəm, çağırışına cavab verirəm. Yəni, Allahın bilməyi səni bağışlamağı üçün kifayət eləmir. Hə, o rəhmətin, o mərhəmətin yiyəsi, istəyər bəndəsini bağışlayar, istəyər bağışlamaz, ayrı bir şeydir. Amma Allah bəndəsini gözləyir ki, bu insan bu qəbahəti eləyib, bu xətanı eləyib, bu günahı eləyib. Görün hələ bir ağız açmaq, bağışlanma diləmək, qəbahətini boynuna almaq, məsuliyyətini hiss eləyir. İnsan var ki, bir xətanı eləyir, bilirsən də ki, o filan xətanı yerinə yetirib. Amma danışdırırsan, filan kəs, filan işi sən görmüsən. Qəbul eləyəndə, boynuna alanda, üzr istəyəndə insanın qəlbində mərhəmət yaranır. Amma elə ki, inkar eləyir, yalan danışır, yox mənim xəbərim yoxdur, insanda qəzəb daha da artır. Ki, xətanı eləmsən, heç olmasa boynuva aldı elədiyi bir üzrxahlıq elə. Allah-u Teala bəndəsinin hər halından xəbərdardır. Günah eləyəndə də ona şahid idi, xətalarının hər bir anında onun üzərində şahid idi. Amma niyə görə deyir ki, məni çağırsa, çağıranın çağırışına cavab verirəm. Ki, sən özündə o məsuliyyəti hiss eləyəsən ki, mən bu xətanı eləmişəm, Allah-u Teala'dan bağışlanma diləyim, təqsirimi dilə gətirim, o qəbahətimi boynuma alın ki, bununla Allahın huzurunda öz zəlilliyimi etiraf eləyim, acizliyimi etiraf eləyim. O da
öz mərhəməti ilə mənimlə davransın. Yoxsa elə insan arxayın olur. Bəzi insanlar var da, deyəndə ki, məsələn, bu gecə Qədir gecəsidir, bu gecə ruzunun bölündüyü gecədir, günahların bağışlandığı gecədir. Elə fikirləşir, mənim nə günahım var ki, bağışladım və yaxud da mənim ruzudan müşkülüm yoxdur. Nəyin tələbini eləyim? Məsələn, Peyğəmbərlərdən birinin barəsində zahirən ki, Həzrət Musa əleyhissalamın barəsindəydi. Bir qövmə gəlib, dedilər ki, bir Peyğəmbər gəlib, soruşdular ki, o Peyğəmbərin işi nədir, nə eləyir, nə üçün göndərir? Dedi, heç nə, insanları təhzib eləmək üçün, paşlamaq üçün, onları kamilləşdirmək üçün. Bunlar da alim təbəqə idi, filosof təbəqə idi. Dedilər, bizlər paçlanmış insanlarıq, o gəlib bizdə nəyi düzəldəcək, nəyi paçlayacaq? Geçsin, avam cəmaatla məşğul olsun, onlara nəyisə öyrətsin, onları paçlasın. Bəzi insanlar bu təfəkkürdədir. Yəni, etdiyi qəbahətləri ya görməzdən gəlir, ya qəbahət olaraq böyük bir şey bilmir. Yəni, buna görə Allah məni cəzalandıracaq. Adam var, deyir, tək Allah məni elə filan günahıma görə cəzalandırsın. Tək ən böyük günahım elə o olmuş olsun. Yox. Allah-u Teala bəndəsinin onun huzurunda günahlarını etiraf etməsini, ondan bağışlanma diləməsini, öz acizliyini etiraf etməsini istəyir ki, o lütfünü, kərəmini, məğfirətini, rəhmətini həmin bəndəyə şamil eləsin. Çünki insan bu şeyi tərcizdikcə, yavaş-yavaş bir növ desək, arxayınçılığa düçar olur ki, bir yerdən sonra artıq onda özünü bəyənmə, təkəbbür yaranır. Artıq Allah qarşısındakı fəqirliyini, ehtiyaclılığını unutmağa başlayır. Bu baxımdan bu gecənin ən üstün əməllərindən biri insanın Allah dərgahında tövbə etməkdir, bağışlanma diləməkdir. İmam Səccad əleyhissalamın bir kəlamı var, Həzrət buyurur ki, İlahi, məni yaratdığın andan, bütün səmavatın, yəni göylərin əhlinin və yerdə olanların ibadəti ilə sənə ibadət etsəm. Yarandığım andan göylərdə nə qədər Allahın şəninə təsbih deyən, Allaha ibadət edən mələklər, başqa şeylər var. Varlığına bələd olduğumuz, olmadığımız. Bütün onların hamısının etdiyi ibadəti mən tək yerinə yetirsəm. Yerdə olanların hamısının etdiyi ibadəti mən tək yerinə yetirsəm. Yaratdığın andan ömrümün axırına qədər göylərdə və yerdə olanların hamısının etdiyi ibadəti eləsəm, yenə də sənin mənə əta etdiyin kiçik bir neymətin təşəkkürünü sənə layiqincə ödəmiş olmaram. Yəni, bu gecə nə qədər ibadət eləsən, bütün ömrün boyu nə qədər ibadət eləsən, nə qədər namaz qılıb, oruç tutub, xeyr əməllərlə məşğul olsan, bil ki, yenə də Allahın sənə əta etdiyi, fərqində olmadığın neymətlərin ən kiçiyinin belə şükrünü layiqincə yerinə yetirmiş sayılmırsan. İnsan o qədər adiləşib ki, fərqində deyil ki, onun gözü onun üçün nə qədər böyük neymətdir. O qədər adiləşib ki, fərqində deyil ki, qulaq eşitmək onun üçün nə qədər böyük neymətdir. Dadı bilmə onun üçün nə qədər böyük neymətdir. Əlinin, ayağının işləməsi onun üçün nə qədər böyük neymətdir. Bəzi şeylər ki, vərdişkarlıqdan dəyərini itirir. Həzrət buyurur ki, əgər məni yaratdığın andan bütün ömrüm boyu sənə göylərdə və yerdə olanların hamısının ibadəti qədər ibadət edəsəm, yenə sənin mənə olan neymətlərindən bir kiçiyinin şükrünü sənə layiqincə yerinə yetirmiş olmaram ki, bu insan heç günah eləyən insan deyildi. Günaha mübtəla olan insan deyildi. O ki, qala bizlər. Təsəvvür eləyirsən, insan ilini günah içərisində, xətayla, qəbahətlə keçirdir, indi gəlib yenə də elə istəyir. Yenə də umur. Belə bir bəndəyə Allah-u Teala bu gecədə nə mükafat versin? Əvvəl gələcək,
təqsirlərini, qəbahətlərini etiraf eləyəcək. İlahi, mən filan vaxtı filan günah eləmişəm. Aciz olmuşam, bacarmamışam, zəif düşmüşəm o günahın qabağında. Nəfsimə yenik düşmüşəm, xəta eləmişəm, xətamı qəbul eləyirəm. Mənim bu böyük günahımı öz böyük rəhmətinlə bağışla. Bu cür dua eləyəni ki, Quran-ı Kərimdə Allah özü buyurur. Məni çağıranın, mənə dua edənin çağırışına, duasına cavab verərəm. Bu cür istəyənin, bu cür tövbə eləyənin, xalis qəlblə Allahdan bağışlanma diləyənin Allah-u Teala duasını da qəbul edəcək. Günahını da əfv eləyəcək. Elə bir əfvlə ki, qiyamət günündə insanın özü təəccüb eləyəcək ki, axı mən filan qəbahətləri eləmişdim, amma əməlnaməmdə onlar yoxdur. Nəinki insanın günahını əfv eləyər, onun şahidlərinə belə unutdurar, insanın özünə belə unutdurar. Amma layiqincə tövbə eləsə, layiqincə bağışlanma diləsə. Bu baxımdan Əhl-i Beyt imamları bizə bu gecələrdə ilk təkid etdiyi şey Allahla ünsiyyəti, əlaqəni, rabitəni qüvvətləndirməkdir.